Salamlar. Yağışlı havada gəzintidə. Yağmurun gözəllik hali. Gedirik. Bak bak. Kuklam ne? Gidip o güzel olsa olmaz olsa içim güzel. Ay yaxşı görürsən, kukla sən, kukla. Sənin gözəl demək az olar. Kukla sən, kukla. Hər hali ilə gözəl. Onlar süni güzel olur. Yaxşı, zato gözəl olur. Yok süni. Mən sənə demədim ki. Sen kimi? Ben kukla değilim. Sən meymunsan. Bu boyu çok değilsin. Peki stolu. Çok yukarı. Başını da qabağıyla tam sərbəst saxla. Tərpətmə başı. Görməyəndə de. Görmüyorum. Biraz bulanık görüyorum. Gözün qıyır. Bir yanda görüyorum. Hangisi? De, oxu yan-yana hamısını de. O, D. O biz Hayır, görmürsən, dayan. Siz də vaxt almış, şahda zadlanmışsınız, öyrəndiniz mi? O, C, D, H, N, Z, L, o biz görüyorum. Güzel, ölçü koyacağım. O, ya, H, O, V, C, C, B, K, R, M, V, Z. Ha, üstə çək. Hə, qızlar, deməli nə elədik? Getdik. Zeynəbin açkisini, şüşəsini yoxlatdıq, gözünü yoxlatdıq, şüşəsini verdik dəyişdirməyə. İndi saat 5'də deyib ki, götürərsiniz. Əgər 5'ə qədər gəlib bura çata bilsək, götürəcəyik. Əgər yaslı alınmasa, sabah Vəli özü gəlib götürəcək açkini. Hə, amma onu da deyim ki, Zeynəbin gözünün açkisi, yəni nömrəsi çoxalıb. Əvvəl 0.75 idi plus. İndi olub 2 tam yarım bir gözüdür, 2 də bir gözüdür. Mənfi. Yəni artıq çox düşün. Gözünü uje bu formada. Zeynep necə baxırdın gözündən? Ne? Gözün necə baxırdın televizor belə? Bu formada özü başını da belə əyri girirdi ekrana. İndi bu açki ilə yəni pis değildi şükür Allah. Yani benim açıksız evvelki açık nokta nokta gördüğüm harfleri indi o bir açık Aydın şəkil. çok da şey görüyor. Ha. Aydın görüyor. İndi gedirik haralara. Birinci öncəliyimiz Zeynəbin açkisi idi. İndi gedirik şəhərə. Mən niyə elə tez dedim şəhərə? İçəri şəhərə. Gözəlliyinə baxın. Çox qəşəngdir. Yağışlı havada gəzirik. Vəli, Yağmur və Zeynəb o başda. Bu da ancaq şeyləri, reklamları güdür. Tapmadım bir şey. Bakıyorum ki benle öyle şeyle konuşsun. İkinci sezonu çıkacak. Tablasınlar. Çünkü bir defa asmıştılar ona göre. Bakıyorum var. Bu arada da Sherlock Holmes'un Fragmanını verdiler ama. kitabını axtardım Zeynəb üçün. Dəftər var kitab bizim ləvazimat sinifdə, yerində hamı tapa bilmədim. İndi inşallah başqa bir kitabxana yeri bilirik. Oraya gələndə baxacağıq. Zeynəb üçün. Kitaptan var ya bu arada. Ha, Ben de istedim. yaxşı. Get də çala-çala get. Yəni bunu bağla hələlik. Tez ol özündən getdi. Ya boşuyor. Çala-çala get. Gəldi, gəl. Gəl. Gəl Zənzin, gəl. Ya bu yaşı yok burada. Gəl Zeynəb, gəl. Qaya daşlarıdır, bilmirəm nə, qobustan daşlar. Çox qəşəng səsləri çıxır. Gəl Zənzin.
Bana da bu. Gel. Bak bakıyorum. Gel. Gidelim. Zeynep düz çık. Targovdayıq. İstanbulda yer şeydə bax heç nə olmaz. Yağmurda hündürdür. Gerek. Yağış da yağır. Yağış da yağır. Hə. Yağış da yağır. Külək də başladı. Bayaq külək yox idi, külək də başladı. Amma buna baxmayaraq hamı gəzir, istirahət edir. Yağışın özündə gəzmək çox gözəldir, həqiqətən də çox maraqlıdır. Həm orqanizma sağlamlığa çox gözəldir. Təmiz oksigen alırsan. Yəni bunu nefroloqlar, pediatrlar, terapevtlər hamısı bunu təsdiqləyə bilər. Çox gözəl. Hətta yağan vaxtında gəzmək, yəni belə sel su yox da, nazik belə normal bu şəraitdə bu formada yağan yağış qəşəngdir. Əziz izləyicilər, Zeynəbin açkisini sifariş elədik. Çox yaxşı idi orada. Həm yoxlayırlar gözünün nömrəsini, açkinin nömrəsini yoxlayırlar, gözünə uyğun şüşələr taxdırırlar və dəqiqləşdirirlər. Hər bir həm aparatda, həm belə dədə-baba üsulu ilə. Ondan sonra dəqiqləşdirirlər. Sonra zakaz eləyirsiniz, sonra da gedirsiniz, vaxtı saatı təyin elədikdən sonra gedib götürürsüz. Və Zeynəb bu açki nömrəsində çox rahat idi. İnşallah ki, daha gözünü ağırtmaz və daha gözünü qıymaz və dəhşətli bir yağışa düşdük və birdən-birə külək qalxdı. Çəkiliş edə bilmirdik. Keçdik bu ara hissələrə və orada başladım çəkilişlər eləməyə və daha şey gedək görək başımıza nələr gəlir. İnşallah yaxşı şeylər olar. Ne? Proist info. Ha, mən də xoş deyirəm. Deyirsən ki, sizə çox xoşum gəlir. Kanadası iyi gəlir. Eyni gəlir də, kanadası iyi gəlir. Ya Allah, elhamdülillah. Kleşan. KFC. Biz burada bir dəfə gəldik, bir pizza yedik, bir pizzanın üstündə hədiyyə. Nə? Neysə, başım su keçirtdi. Başım su keçirtdi, məsələn. Ayağım sudur. Mən hələ nazik corabını giymişəm, ayağım pisin içindədir. Deyək, heykəlin alt hissəsində. Nizami Gəncəvin heykəlidir. Ona biləcəm, o qədər körlər. Kör deyilsən qızım, sən kör ola bilməzsən. Allah o elə insanlar da köməyində olsun, amma sənin gözün zəifdir. Gəldik içəri şəhərə, Targovdan, buradan çıxdıq və gəldik. Bir dakika olsaydım Mina belə eləmişdi festivalda. Gəl. Küçülükdə şey. Bu arada zontikim dəyişdi. Zontik Allahdan 2 rəng götürmüşəm. Biri külək püskünə qoydu, tulladıq elə. Gedirik. Zontikim. O günde bir paltar giyinən, hemen günde bir zontik dəyişən. Vay. Dayanım orada. Kutaklarından yiyir.
Rengi. Bizi çekme problem değil hala. Yani problem var. Ay sağ olun. Teşekkürler yine. Əliz qolunuz var olsun. Sen yaymağını da geçer. Hə, çəkəcəm elə. Biz YouTube işlədirik. İstəsəz keçib baxa bilərsiniz sonra. Maşallah, maşallah. Allah sağlam ömür versin. Nəvələrinizə də, sizə də, ailənizə də xeyirli, ruzulu, bərəkətli il olsun. Bəli, Bakıda qalırıq. Karım tabii. Et tabii. Her şey. Bize şey olacak öyle bir şey. Alanlar narazı kalmasın. Yiyənlər içi boş qalmasın. O zaman akıl verir. Bəli, bəli. Kendisini. Bitiyordu efendim. Fiyatı değil. Yok, herkes var. Göyerti de var. Ne çekin? Göyerti kim attı bize ha? Ha, görüyorsun. O bir ses vardı. Herkes arasında kim attı? Göyerti kim? Siz keçdiniz ora. Sevərsən, YouTube'da Leyla görsə. Bu da bana peşine kaçın. Bibini çəkirəm. Bibi ləzzət elədi. Sən yox, bibi mənə ləzzət elədi. Sağ ol. Yaxşı. Çox qəşəngdir. Əlinizə sağlıq. Gəlib buradan ala bilərsiniz. Etiketini çəkirəm. Birincilerimiz olacak. Necə xala? İşte birincilerimiz olacak. İnşallah, inşallah. Çəkirəm, imkan ver, sever, imkan ver. İmkan ver, yaşayaq. Əlimə düşmüsən, vallahi billahi. Allah, kanaldan çıxmamısan. Təmiz, səliqəli, əlcəklə işləyirlər. Çox gözəl. Qızlara girmə burada, qutab yiyirlər. Tam səliqəli, tərtəmiz, gözəl. Nənəmiz burada, xalamız qəşəngcənə, tərtəmiz, kəndiyə gəlir. Bəli. Biz burada gəldik və burada yaxınımız var, dostumuz var. Onların stendlərinə yaxınlaşdıq. İçəri şəhərdən girişdə birinci stend bunlarındır. Çox gözəldir. Həm xonçala əllə işləmə, hamısı əziyyət, göz əməyi, əl əməyi xonçalardır və hətta bura gələrkən də acısızsa yeməyinizi də yeyə bilərsiniz. Qutablarınızın hər iki qutab var. Ət qutabı da var, qarın da, hətta göyərti qutabı da var. Yəni istəsəz, hətta çayınız da var. Susuzdasanız bir stəkan çayınızı içə bilərsiniz. Biz həm qutablardan yedik. Çox möhtəşəm, çox ləzzətli dadı var idi. Xalanın əllərinə sağlıq, çox gözəl idi, çox qəşəng bişirmişdi, əlinin duzu var idi və qardaşımızdan çay da içdik. Çox ləzzətli samavar çayı, yəni adi qaynanmış çay deyil, samavar çayı orada gözünüzün qarşısında qaynadırlar və sizə təqdim edirlər. Baxırıq bunun dadına da. Çox qəşəngdir. Gələ bilərsiniz. Gedin siz də için, gəzin, görün və qutablarından yeyin, ləzzət alın. Hətta orada xonçalar da sifariş edə bilərsiniz. Onların özlərinin səhifələri də var. İstəsəz yaxınlaşıb səhifələrini də əldə edə bilərsiniz, nömrələrini də və yəni belə deyim də peşman olmazsınız. Hamısı ev işləridir, əl işləridir. Sənin xoşladığın heykəllə məşədibat deyə. Parmaqlamamma, yazıqdır. Dur orada çəkim, eləmə. Dur orada çəkim şəkli ver. Tak. Mənə bax, mənə. Adam kimi. Dur. Gəl.
Eləmə, yazıqdır yenə. Yazıq özdə. İçdim hə, isindi bədənim. Bunlar kloka bağlayıblar, yağış yağır deyə. Ədət yağmur. Hava çox qəşəngdir. Yəni üşüməzsən də. Amma nədir onun adı? Yağış yağır. Ona görə məcbur, hə, arada da külək qalxır. Bəli. Bunun suyun hardan axdığını bilirsən? Suyunun hardan axdığını bilirsən? Baxın, bunun burada Asobu daş yeri var. Baxın. Gəldim. Daha su gələcək. Gəlmədi. Bunu bax. Gördünüz? Nə krantı var, nə bir şey. Baxın, orada. Zeynəb ayağını bastı. Ha? Eləmə. Bəsdir, bırax, əlimi bırax. Ayağını bırax da, bəsdir. Buradan. Ayağını çək də balam. Baxın, burada. Basırsan, sehirli bir bulaqdır. Çox qəşəngdir, maraqlıdır. Bunu həmişə mən narahat etmirəm, bu hardan gəlir? Bu boyda yer qoyublar. Getdik, bunu da göstərdim sirrini sizə. Burada olma. Əsəbləşdirməyim. Zeynəbi əsəbləşdirməyin ha. Sevra. Bu içərisine prosa girib çəkib çıxa bilərik. Orada köhnə abidə şeylər var. Gedirəm də ora. Orada da çəkə bilərsən, yerin. Əvvəl cazı bilmirəm. Ha. Girin. Gəlin qızlar. Belə uzaqdan görünüşünü çəkeyim, baxın. Bizim gözəl şəhər, bizim gözəl Bakı. Azərbaycanın hər bir guşəsi çox gözəldir. Çox qəşəngdir. Əvvəl buraya içəri icazə yox idi. İndi oje içəri giriş var rahat şəkildə. Kim istəsə gələr, keçər, gəzər özü üçün. Baxın. Gəzədi Zeynəb. Nədir ki bunlar? Gözü gözü. Qoçla atın bilənlər basınaymış. Qoç sağlam olmaqmış, yəni belə Möhkəmlik. möhkəm olmaqmış, nə bilim. Yadımda qalmıyor. Əvvəlki dərsdə nə idi? 3-cü axıncı olmuş, kitabımda qalmıyor. Neydi kitabımızda bunu vermişlər. Bəli. Tarixi əsərlərdir də balam. Təsviri incəsənətdə keçiblər. Bir də o daşlar keçmiş. Bax, eyni sıkıntı kitabda var. Hə. O daşlar yadında qalıb nədir? Əvvəllər daşla şey edirlər də. Məsələn, danışıb bilirlər, ona görə daşla ifadə edirlər nəsə. Daş üzərində çəkirdilər. Cızma, oyma ilə cızma sınırından göstər edirdilər daşın üstünə. Onlar da bilirdilər ki, nə istəyirlər bu. Öz dilləri var idi onlar. Bəli, bəli. Zeynəb tarix dərsi keçdi. Emiliya müəlliməni Allah canına dəyməsin. Sağlıqlı ömür versin. Çox gözəl keçib dərsini. Tabutlar tanımıyorum. Onların da üstündə yazıb, prosta biz oxuya bilmirik.
çox xırda yazılır və çox açıq rənglərdə yazılır. Oxumaq olmur. Və burada Qız Qalası. Şimdi saatte biz bunu çekmiştik. Bakın başlığı üstünde mesela yılan işareti var. Üstünde. Yani bir sürü işaret var. Biz biraz çekmiştik. Sizlere de resimler çekmiştik. Ha. Gedək. Ha? Gedək Hücü. Özet keçdirsə təsir. Video qəribə çəkir, bilirəm. Amma havadandır, kameradan deyil. Çünkü bunlar həqiqətən hayatta var yoxsa yalanlar. Misal görmüş ki var imiş həqiqətən. Bəli. Burada da kilim xalçalardır. Qədimi xalçalardır. Qiymətləri çox qəşəng qiymətlərdir. Bunları divara asırlar. Bəli, divara. Əvvəllər divara asırdılar. Bu xalçalar. Var, ondan görürsünüz. Bəli, elə bizim özümüzdə də qədimi vaxtda evlərimizdə, elə mənim dövrümdə də, yəni uşaqlığımda da divara asırdıq xalçaları. Birazdan kesinlikle alacağım. Başlar oldu ayrı. Soğuk oyun bura yağmur söz verərəm də, əmdə satın. O vaxtı öldürəm Qız Qalası. Suyun üstündə tikirlər. Ha, Şimdi bize adı bu gələ bilər. düzdür. Ben buna 5. defa falan görüyorum. O bize adı gələ bilər bu vaxtda. Məsələn deyirlər, kəndi baxırsan sən balacadan. O vaxt ləziyyətlər də bilər. Bəli. Hava necə tutqun düşürüm. Və Qız Qalasının girişi. Ne görmüştüm hatırlıyorum. Emilya müəllimə gətirmişdi. Burada seriydi. Hələ bura bax. 2 defa getirmişti. Sanırım bir defa yaptı. Neyse 2 defa getirmişti. Biri yapmadı. Olar. Ama evdə götürsələr çox. Şimdi biraz şey kimi var. Keçdi. Biz bununla geçmiştik. Onun Biz qarşılığında bununla sən nəsə geçmiştik. deyirsən də bizi. Deyim, hə. Onun qarşılığında. Biz bu mança. Ne diye bunlarla? Çadırı Sadır değil ama. bilmirəm. Gəl. Neydi o şeyin adı? Yok çoma evli. Çoma bak cümlesen. Bir defa. Hə. Biz bunu geçmiştik. Kamança deyirsən, deyirəm kamança. Çasın. Cümləz. Bunun çoması da var. Yani çoma, cümləz eyni şey, oxşar şeylerdi. Gəl. Sumatra da düşmüştü. Böyle şeyler. Əslində qırğızlar, bir də qırğızlar elə yerlərdə yaşayırlardı, onların içində ən çox. Hə. Öyle. Evet. Her şeyi görüyorum. Her küçük bir şey her. Görsən, kitabı oxumaq tamam başqa bir şeydir. Düzdür qızım? Her şey düzgün. Hə, bəli. Tariximizi öyrədirlər də dərslərimizdə ən çox. Sizdə təsvir incəsənətdir, böyük siniflərdə də tarixdir. Bu məsəl üçün Yağmur Gürcüstandan mövzu düşəndə niyə çox gözəl bilir? Çünki gedib, görüb, məlumatı var. Sol büyük tüm var. Gəl, sudur da neyini? Yağış yağırdı. Antik mağazinlər də var. Bura mənim yerimdə, antik mağazinlər. Mən antikanı çox sevirəm. Qədimi əşyalar olsun, Tarihi. qədimi evlər olsun. Hansı? Bu? Nə meçididir? Günbəzi demək. Yazıqlar. Ha, Cümbez bir söz nedir? hə, oxuyaq da. Cümbez değil. Deyəm. Cümə məscidi. Ha. 1899-cu ildə Bakı milyonçusu xeyriyyəçi Hacı deyəndə bir dəqiqədə ikimiz birdən oxuduq. 1899-cu ildə Bakı milyonçusu xeyriyyəçi Hacı Şeyx Əli Ağa Dadaş oğlu Dadaşov
tərəfindən tikilmişdir. Super. Gel. Ay aman suyun içinden. Gel. Gidelim Jojem. Görək başka hara gedirik. Biraz gezək, sonra girək açıq evi götürək. Cümləzin mənasını demək istəyirəm. Denə. Cümləz o hava və orada da cümləz var. Cümləz elə bir şey, belə dairəvi bir şeydir. Ata göstərdi cümləz. Dairəvi olur. Ama cümləz niyə ad cümləz qoyulur? Çünki oradan gün gəlir. Ona görə. Bəli. Sumativə falan hamısı düşmüşdü yəni bunları. Bəli. Gördüm daha yaxşı. Gedirik. Bu günləri inanırsınız o kadar da bəzən düzəndik. Hava bizi, yağış bizi çorladı. Saçımızı başımızı pis günə qoydu. Heç nə olmaz. Əsas odur ki, canımı sağdır. Əsas odur ki, heç kimə, heç kəsə ehtiyacımız yoxdur. Və gəzdik, sizin üçün çəkilişlər etdik və Zeynəb keçdiklərini burada görəndə şoka düşdü ən əsası. İndi gedək. Acizenin evlenmek istemedim. Şimdi acizlerle kaçırıyor. Tamam. Gəldim indi. Hara? Qəşəngdir. Şey diyeceğim. İzmir'de bir şey diyeceğim. Ya. Ha. Belə gəzinti maşınlarımız da var. Gördünüz. İstəsəz şəhərimizin içəri hissəsini bu formada da gəzə bilərsiniz. Və turistlər Bakıda çoxdur. Çox xoşumuza gəlir turistlər olanda. Cəzgə. Və çıxırıq içəri şəhərdən. Külək imkan versə yaşayarıq. Burada çok güzel yerdir. Burada yayda lotka ilə gəzinti var. Çok güzeldir. Həqiqətən də buranı da sizin üçün çəkib paylaşmaq borc bildim özümə və axıra qədər videoma baxdınızsa, abunə olub, like atıb, yorum yazmağı da unutmursunuz. Hələlik.